Herkese salam, videoma hoş geldiniz. Bugündən etibarən 682 rubrikası adında bir başlıqla videolar çəkəcəm. Bugün birinci hissədir, fizika haqqında danışacağım. Ardıcıl niyə getmədim? Yəni çox Azərbaycanda nə başlayırıq? Çünki uzun müddətli məndən fizika videosu çəkməyimi istəyirdi. Ona görə dedim birinci videonu fizikaya həsr edeyim. Bugün fizika haqqında hər şeydən danışacağım. Fizika hazırlıqlarım, fizika müəllimlərim, fizika vəsaitləri, necə hazırlaşırdım, necə bu qədər yüksək nəticə topladım. Yəni sırf fizikaya həsr edirəm bugünü. Yanıma da kofemi almışam. Və uzun bir video olacağını düşünürəm. Çünki bugün hər şeydən danışacağım. Yəni bütün belə deyək həyat yolumdan, fizikaya aid həyat yolundan danışacağım. Və sizə tövsiyələrimi deyəcəm. Əvvəlcədən bunu qeyd edeyim ki, ekranda da bir yerlərdə görəcəksiniz, qoyacağam. Mən özüm hər iki şans imtahanında fizikanı 30'da 30 yazmışam. Birinci şansda da, ikinci şansda da. Yəni 150 bal hər ikisində. Və bu yol necə oldu, necə fizikaya hazırlaşdım və bu nəticəni göstərdim, bu haqda bir xeyli danışmaq istəyirəm. Hər şeydən danışacağım və özüm də burada deməli başlıqlar hazırlamışam. Həmin başlıqlar üzrə nə edəcəyik, danışacağıq. Onda başlayaq. Ümumi nəticəm isə 682,5-dir. 682,5. Nəysə, onda başlayaq. Bunlar qəbul imtahanı vərəqələrimdə elə belə gətirmişəm. Bunlara aid bir şey yoxdur. Deməli, başlıqlara uyğun olaraq bugün danışacağıq. Sonunu belə çevirmədim. Nəysə, başlayaq onda. Əvvəlcə belə deyək, neçənci sinifdən etibarən fizikaya hazırlaşıram, nə qədər müddət lazımdır fizikanı öyrənmək üçün falan. Bir də bunu da qeyd edeyim ki, saat hal-hazırda 1:25-dir. Gecənin bu vaxtı video çəkirəm. Deyəcəksiniz, nə məcbur idi gecənin bu vaxtı. Bugün gecikdirmişəm biraz. Dedim ki, gecə çəkən videonu mən ümumiyyətlə gecə daha verimli, belə deyək, səmərəli çalışan biriyəm. Hazırlıq prosesində də mənim gecə oxuduğum dərslər daha idi. Yəni elə 2-dən 3-də çox qəşəng ləzzət verirdi məndən fizika falan oxumaq. 20 sınaq xatirələrim var mənim gecə 2-də 3-də işləməyim. Nəysə. Başlayaq. Əvvəlcə mən neçənci sinifdəndir belə hazırlaşıram falan. Hər iki başlıqlara keçmirəm. Əvvəlcə deməli bunu qeyd edeyim ki, mən özüm məktəbdən fizikanı oxumuşam. Mənim anam fizika müəllimidir və Çiləgil məktəbində oxumuşam və anam da orada işləyir. Fizikanı mənə o keçib məktəbdə 6-cı sinifdən bəri. İndiki dövrdə belə deyək də bu illərdə artıq 6-cı sinifdə fizika keçirir, amma bizim dövrdə keçilirdi. Bizim dövr, lap şey oldu bu. Neçə il əvvəlin məzunuyam elə bil. Özüm də bunu qeyd edeyim ki, bu ilin məzunuyam və bu çəkəcəyim videolar 682 rubrikası adı altında bundan sonra çəkəcəyim videolar növbəti illərdə hazırlaşacaq şahidlərə dəstək videolar olacaq. Yəni bu videonu belə də izləyib artıq bu iki hazırlığınızda nələrə diqqətləməlisiniz falan bunlar haqqında şey edə bilərsiniz. Ümumiləşdirmə aparıb qərar verə bilərsiniz, necə oxuyacaqsınız. Nəysə. Anam fizika müəllimi olub, 7-ci sinifdən 6-cı sinifdən 11-ci sinifə kimi fizikanı məktəbdə anam keçib. 10-11-ci sinifdə biraz məktəb proqramını belə deyək də çox ciddiyə almadım, amma 9-cu sinifə kimi mən məktəb fizikasını işləmişəm. 6, 7, 8, 9, 4 ilin fizikasının proqramını tam işləmişəm. Belə deyək, bir tapşırıqların hamısını işləmişəm. 10-11-də işləmədim. Niyə işləmədim? Çünki artıq 10-11-də hazırlaşırdım və 10-11-in fizika dərslikləri məni tam olaraq qane eləmədi, belə deyim. Hikmət Mehdiyev kimi mükəmməl bir kitab tapdığıma görə, əksəriyyət də zaten bilir, yəni tam əhatə elədiyinə görə qərar verdim ki, işləməyim 10-11-də, belə. Nəysə, bunu da qeyd edeyim ki, belə deyək də, 7-ci sinifdən etibarən öyrənərkən mən fizikanı hazırlıq prosesim olmuyordu. Yəni hazırlıq 10-da başlamışam belə imtahana, qəbul imtahanı hazırlığa. Onda başlıqlarla başlayaq yavaş-yavaş. Birinci başlığa baxırıq. Fizika fənni necə öyrənilməlidir, necə öyrənilməməlidir? Bu başlıq haqqında gəlin danışaq. Boğazımdan yaşlayayım biraz. Deməli, fizika fənni necə öyrənilməlidir və necə öyrənilməməlidir? Ümumiyyətlə, fizika fənni texniki fənlər içərisindədir və fizikanı əzbərlərə öyrənmək qətiyyən olmaz. Deməli, mən birinci öz fikirlərimi söyleyeyim ki, mən fizikanı necə öyrənmişəm? Mən 6, 7, 8, 9-cu sinifdə məktəb proqramının fizika bazamı qurmuşam. 10-11-ci sinifdə isə topluları işləyərək 10 üzərindən keçib mükəmməlləşdirmişəm. Belə yəni olub mənim fizika hazırlıq müddətim, belə ümumi lap qısa formada desək. Bəs fizikanı necə öyrənmək lazımdır, necə öyrənməmək lazımdır? Ümumiyyətlə, məsələn, mən nəyə tövsiyə edərdim? Fizikanı öyrənmək üçün birinci qayda, əsas.
vəsaitlər hissəsində hansı qayda kitablarından istifadə etmişəm falan danışacağam. Hansı vəsaitlərdən istifadə etmişəm. Hələlik adlarını çəkmədən deyək. Deməli, əvvəlcə belə deyək, fizikanı öyrənmək üçün mütləq şəkildə nəzəriyyə ən başda gəlməlidir. Yəni qayda kitabını alırsınız, qoyursunuz qabağınıza və oradakı qaydaları öyrənirsiniz. Sonra isə tapşırıqların tətbiqini keçirirsiniz. Məsələn, belə eləyən şagirdlər var. Əvvəlcə testdə işləyir, belə deyək də bu cür deyə bilərik ki, testdə işləyərək mövzunu öyrənirəm deyənlər. Onlara o qədər də fikir verməyin, çünki fizikanı öyrənərkən bu məncə o qədər də səmərəli bir üsul deyil. Mən özüm şəxsən belə eləməmişəm. YouTube-da bir kanal var, özünüz də məncə də bilərsiniz, məşhur fizika müəllimi, Elvin Qədirli fizika müəllimi. Onu da buradan adını çəkmək istəyirəm, çünki mənim hazırlıq prosesində həqiqətən köməyi dəyən müəllimlərdəndir o. Çünki dövr elə bir dövrdür ki, artıq sosial mediada, YouTube-da falan videolar çox izləyirik. Və Elvin Qədirli demək olar ki, 28 dərs dahi videosundan statika notlarına hamısının izahına baxmışam. Mən 23-nə, 22-sinə belə hamısına baxmışam tam olaraq. Və faydası da deyək mövzunu öyrənərkən. Yəni bunu qeyd edeyim ki, ən önəmli şey, tapşırığı işləyə-işləyə öyrənəcəm falan yoxdur. Fizikanı öyrənmək üçün mütləq şəkildə birinci əsas bazı olan nəzəriyyəni, qaydanı qurub beyninizdə möhkəmləşdirib, ancaq sonra test işləməyə keçməlisiniz. Əsas belə deyək, fizikanı öyrənmək yolunda bunu deyə bilərəm. Və bir də anlayaraq öyrənmək məsələsi var fizikada. Çünki fizika elə bir fəndir ki, onu əzbərləyərək öyrənmək heç sizə faydası dəyməyəcək. Yadınızdan çıxacaq çünki. Məsələn, mən ta ki 25-ci bölməni öyrəndim fizikadan. Orada birinci bölməni mən elə əzbərləmişdim, sonra artıq mənim yadımda qalmayıb deməkdir. Amma belə deyim, mən 25-ci bölməni keçəndə birinci bölməyə elə ümumi baxanda artıq hər şey yadıma düşür. Çünki mən onu vaxt anlayıb öyrənmişəm, əzbərləməmişəm ki, oturum indi başına əzbərləyim. Yadımda qalıb bir yerdə, çünki anlamışam onu artıq. Ona görə çətin olmur təkrar prosesi. Əzbərləyib öyrənən şagird üçün təkrar prosesi bir o qədər ağır olur. Çünki əzbərləyib yaddan çıxıb 10 bölməni təzədən əzbərləməli olur. Ona görə də fizikanı əzbərləməyin anlayın. Hər bölmədə anlamaq olurmu fizikanı? Bu biraz şey ola bilər. Özüm də, yəni mən 28 bölmənin hər nöqtəsində kimi anlayaraq öyrənmişəm. Elə bir şey yoxdur. Çünki mən özüm informatika alt qrupundayam və kimyaya aid biraz hissələr olur. Məsələn, elektroliz bölməsidir falandır. Həmin bu bölmələr biraz güzəştə gedə bilərsiniz. Amma əsas hissələri, qalan hissələrin hamısını anlayaraq öyrənməyiniz əsasdır. Əksər hissələri məsəl üçün. Məsələn, indi orada elə bölmələr var. Məsələn, radiorabitə və onun prinsipləri bölməsi var. O bölməni biraz şey öyrənə bilərsiniz. Çünki o qədər də ağır bir sual da düşmür oradan. Amma qalan belə deyil, bölmələrin ciddi şəkildə öyrənmək mütləqdir. Anlayaraq öyrənmək mütləqdir. Məsələn, atom bölməsini gedib belə deyək, dərindən öyrənmək biraz ağır ola bilər. Çünki bölmə özü dəhşət dərindir. Kvantik hissələri keçid falan, ona görə də ən yaxşısı o bölmələri biraz şey eləməkdir. Ümumi, Hikmət Mehdiyevdən ümumi olaraq öyrənməkdir. Amma qalan bölmələrdir, məsələn, statika falan tam dərinliyə kimi tam analiz edib, dərkləyib öyrənmək mütləq şəkildə lazımdır. Belə, yəni əsas tövsiyəm budur ki, fizikanı anlayaraq öyrənin. Anlayaraq öyrənmək üçün də əvvəlcə nə etmək lazımdır? Mövzunu öyrənmək lazımdır. Məsələn, bir şeyi anlamayıb orada testi işləmək heç tövsiyə eləmirəm. Ən birinci qaydanı oxuyursunuz, tam şəkildə oxuyursunuz. Bir də bunu da qeyd edim ki, videonun ən sonunda sizin üçün bir proqram hazırlayacağam. Necə bir proqram? Yəni hazırlıq müddəti necə olmalıdır? Hazırlıq prosesində nəyi etsəz, ən azı nəyi etməlisiniz ki, tam bəs eləsin sizə, yəni. Belə bir proqram, hansı vəsaitlər, hansıları tam işləməlisiniz falan, yəni bu haqqda. Nəysə, harada qalmışdıq? Deməli, bu formada mövzunu tam öyrənirsiniz, sonra testləri tətbiq edirsiniz. Bu formada öyrənmək lazımdır. Əsas budur. Nəysə. Deməli, indi isə deməli ikinci başlığa keçəyimmi? Yoxsa birinci başlığa biraz danışalım. Deməli, fizika fənni necə öyrənilməlidir, necə öyrənilməməlidir başlığında birazca da deməli danışmaq istəyirəm. Belə deyək, başqa nə tövsiyə edərdim? Fizikanı bir də işləyəndə çalışın ki, belə deyək, anlayaraq öyrənmək bir kənara, biraz daha belə deyək ki, tətbiq edərək öyrənmək, belə deyə bilərəm. Yəni, bir şeyi anlamaq üçün əlbəttə ki, onun məntiqini tutmaq lazımdır. Məsəl üçün, müxtəlif mühitlərdə elektrik cərəyanı tutaq ki, öyrənirsən ki, məsələn, voltamper xarakteristikası bunda belədir, bunda belədir, bunda belədir, bunda hamısını əzbərləyib getdiniz tutaq ki. Bir-iki gündən sonra qayıdıb baxırsınız, hansı-hansıydı. Məsələn, mən qazla vakuumu qarışdırırdım, bir-birinə oxşuyurdular deyə. İndi bir dəqiqə desəz, tam bilməm indi qaz hansıdır, amma bu dəqiqə desəz, mən onu qura bilərəm. Birazcık düşünüb o məntiqi yadıma salıb. Çünki müəyyən bir məntiqi mən onu əlaqələndirib beynimdə qurmuşam hal-hazırda. Əzbərləyib keçməmişəm üstündən. Məsələn, deyirik, məhlullarda, yəni elektrolitlərdə, elektrik cərəyanında qrafik biraz sürüşür. Niyə? Çünki minimal bir gərginlik verəndə orada cərəyan keçmir. Müəyyən bir gərginlik həddi var ki, onu verəndə başlayır artıq cərəyan yaranmır. Məsələn, o məntiqini tutmaq lazım ki, niyə elə olur falan da, yəni.
onları anlamaq lazımdır mütləq şəkildə. Yəni bu tip xırda məqamlar da olsa, onları yaxşı-yaxşı analiz edib öyrənsəz, beyninizə qoysaz, çox mükəmməl şəkildə yadınızda qalacaq. Belə, yəni fizikanı öyrənmək prosesində buna fikir verin. Fizikanı yola verməyin qətiyyən. Fizikanı tam dərinliyinə kimi, bacardığınız qədər dərinliyinə qədər öyrənmək lazımdır. Dərk edib sonra test işləmək lazımdır. Yəni bu formada öyrənin. Əzbərliyə öyrənməyi heç tövsiyə eləmirəm, çünki fizika əzbərlənməsi bir fənd deyil. Çünki müxtəlif sual tipləri qarşınıza çıxa bilər. Belə, ümid edirəm ki, bu haqda danışdım. Arada buradan da vaxta baxıram ki, video nə qədər olub? 10 dəqiqə olub deyəsən artıq. Nəysə, fizika necə öyrənilməlidir, necə öyrənilməlidir, bu haqda danışdıq. Hansı vəsaitlər ən yaxşılarıdır? İkinci başlığımız. Hansı vəsaitlərdir? Mən burada bütün fizika hazırlıq prosesində istifadə etdiyim vəsaitləri götürmüşəm. Yəqin ki, tək bunlardır. Bir də Şibleyev sınaq kitabı var idi, onu da işləmişəm. Prosta onu göstərməyə, prosta nə idi? Lakin onu göstərməyə istəmirəm, çünki məndə kitab yoxdur. Onu çıxartdırıb işləyir. Burada dəftərləri göstərəcəm. Burada vəsaitlər bir baxaq. Bir də biraz bundan üçün. Nə başlaya bilərik artıq. Burada hamının bildiyi ən məşhuru, deməli, birinci hissə və ikinci hissə test topları. Bunu biraz belə yuxarı qoyaq. Bunu belə eləyim, yer açılsın, nəysə. Deməli, birinci hissə və ikinci hissə fizika test topları hamınız bilirsiniz zaten. Yeniləri də çıxıb bunların 2025 nəşrləri. Bilmirəm, bu il bəlkə daha da yeniləri çıxar. Nəysə, mən bunları işlətmişəm, yəni hazırlıq prosesində. Ən vacib budur, belə deyim də, yəni vəsait olaraq test işləmək üçün də, yəni toplar tam olaraq bəsdir. Bunu burada deyirəm, yəni. Mən topludan başqa heç bir vəsaiti ciddi şəkildə oturub işləməmişəm, yəni belə deyim, tam işləyib bitirmişəm, elə bir şey olmayıb. Topluları, birinci hissə, biraz baxım, nostalgiya olsun, nə vaxt test işləmirəm. Deməli, toplulardan kənar heç bir, mən belə deyim, vəsaiti işləməmişəm. Toplular çünki tam bəs eləyir, yəni sizə imtahanda, bunu tövsiyə edirdim sizə. Birinci hissə, ikinci hissə test toplusu siz qoyursunuz qabağınıza. Bütün il boyunca bu ikisi tam bitir. Amma çalışın ki, ən azı 2 dəfə işləyin hər birini. Mən məsələn ikinci hissəni axırdan bir dəfə işləmişəm cəmisi. Bu biraz risk idi. O çətdə yapmadım yerinə isə. Amma toplar tam olaraq bəs edir. Fizika topları tam olaraq bəs edir. Bütün proqramı əhatə edir. Sual tipləri tam olaraq standartdır. Qəbul imtahanı səviyyəsində. Kənar bir sual burada yoxdur. Daha sonra düz olmadı. Qəbul imtahanı topludan kənar bir sual yoxdur. Belə deyək. Yəni toplular ən birinci, ən vacib vəsait. Burada güvən var. Onu göstərmək istədim. Amma o qədər belə deyim, dərindən tövsiyə ediyim bir kitab deyil. Fizika güvən kitabı bu. Bunu almışdım ki, mən işləyəcəkdim. Bunu 10-cu sinifdə almışam. Tam işləmədim. Düzqətini tam işləyib bitirdim buradan. A, B, C bütün variantlar. Çevrədə artıq saxladım. Kitabı bəyənmədim, yoxsa nədir? Səbəb nədir? Mən vaxtım qalmırdı artıq toplu yapardım bunu işləməyə. Həm də ki, toplu tam bəs eləyədiyini bildiyimə görə güvəni artıqca eləmədim. Gücləndirmək istəyirsə, əgər özünüzü tapşırıqların belə deyək də, biraz da çox tapşırıq işləyib daha da möhkəm etmək istəyirsə, işləyə bilərsiniz. Amma toplu tam olaraq bəs elədiyinə görə mən bunu tam işləmədim. Amma göstərmək istəyirəm yenində. Bu demək deyil, güvəni yəni mütləq tövsiyə edirəm, mütləq vaxtınız olsa işləyə bilərsiniz. Məndə var, tam işləmədim. İndi gəlirik ən o qızıl kitaba. Həqiqətən bu kitab mükəmməlidir. Hikmət Mehdiyevin kitabı. Və bu kitab 2 hissə birlikdə yazılıb üstündə. Yəni birinci hissə topluda, ikinci hissə topluda bəsdir. Belə deyək, baxın. Birinci hissə toplu, tərs göstərin. Birinci hissə toplu, ikinci hissə toplu və Hikmət Mehdiyev. Bu üçün götürüb qoyursunuz, gelirsiniz 2 imtahanda da 30-30 fizika yazırsınız, tam bəs edir. Yəni bütün proqramı tam əhatə edən kitablar bu üçüdür. Bitdi. Əlavə heç nə almasınız belə fizikanı gedib çox super yaza bilərsiniz, əgər normal oxusaq. Çünki bu üçündən kənara heç nə düşmür. Qaydalar Hikmət Mehdiyevdən kənar düşmür, suallar da topludan kənar düşmür. Tarix etdi. Bu qədər. Bu üçü yəni tam bəs edir. Əlavəsini ala işləyə bilərsiniz, işləyə bilərsiniz. Lap gözəl. Amma işləməsəz belə tam olaraq bəs edir yəni topluların testləri. Hikmət Mehdiyev kitabı çox super kitabdır. Yəni hər şey var da kitabın içərisində. Bütün hər şey var. Məsələn, bayaq dediyim fizikanı anlayaraq öyrənin. Məncə özüm də burada qəbul edəcəm ki, yəni hər bölməni fizikada anlayıb öyrənmək olur. Məsələn, sevmədiyim bölmə mənim. Həm də bu bölməni bir dəfə işləmişəm. Hansı bölmədir o? Dalğa optikası. Məsələn, mən o diffraksiyanı məntiqi ilə tuta bilməmişəm, bunu etiraf edeyim. Yəni, 34 yazan biri olsam da hər ikisində, mən o diffraksiya qəfəsi, işığın diffraksiyasını məntiqi ilə tuta bilməmişəm. Bunu artıq əzbərliyə öyrənə bilərsiniz. Çünki standart düşün imtahanlara ciddi bir sual. Çünki bu mövzusunda çox dəyərlidir. Mən Türk mənbələrində bunu öyrənməyə çalışdım. Gördüm, çox dəyərinə gedir, bizə lazım deyil, özüm yoracam boş yerə. Çox şey eləmədim, amma həqiqətən çox dəyərli mövzu bizdə standartdır. İşığın polyarlaşması, məsələn, bu da məntiqli mövzudur, birazca. Məntiqlidir, yox, bunda bir problem yoxdur.
Qalanlar amma bu difraksiya məsələn heç sevmirəm. Bu da bir qeyd kimi arada dedim yəni. Məcbur deyilsiniz. İndi özünüz baxın da, yəni toplulla tutuşturun. Topluda hansı bölmədən dərin suallar var, araşdırma tipli suallar var, hansılara aid yoxdur. Özünüz görəcəksiniz, difraksiya tam standartdır yəni. Onda onu deməli elə standart öyrənib gedə bilərsiniz. Amma gedib görəcəksiniz statika, çox maraqlı sual tipləri var. Deməli o standart deyil. Orada çox fərqli sual tipləri görə bilərsiniz. Onda onu dərindən öyrənmək lazım. Yəni bu tip yəni. Mən öyrənmişəm. Nəysə belə, deməli vəsait olaraq siz götürürsünüz hansı vəsaitləri? Bu 3 vəsaiti artıq ağzım yoruldu danışmaqdan. Bu 3 vəsaiti götürürsünüz, tam olaraq sizə bəs eləyəcək. Deməli, Hikmət Mehdiyevdən açırsınız, baxın, belə deyək. Birinci bölməni işlədiniz. İşlədiniz nə idi? Birinci bölmədən öyrəndiniz hər şeyi. Hər şeyini öyrəndiniz. Açırsınız, toplam birinci bölməni işləyib bitirdinizmi? Qarşı keçirsiniz, ikinci bölmə, çevrə. Oxudunuz, öyrəndiniz, tam olaraq işlədiniz. Belə-belə gedirsiniz. Hamısı bitdi mi bunun? Qutardı, yetarlı sınav müştərisini eləyirsiniz, eləyə bilərsiniz. Bitdi yəni proqram. Tam hazırsınız imtahana. Bu qədər, yəni yaxşı bir kitabdır. Mükəmməlliyi nədən ibarətdir? Mən güvən kitablarına baxmışam, qayda kitablarından. Çox böyük, fərqli qayda kitabları da var, amma Hikmət Mehdiyevə çatan kitab yoxdur həqiqətən. Niyə? Çünki kitab həm bütün proqramı əhatə eləyir. Yəni bütün proqramı əhatə eləmək o demək deyil, 28 bölmənin adı var burada. Adı da var 28 bölmənin. Hər bölmənin içində sizə düşə biləcək hər bir xırda sual tipinə aid qeydlər falan hamısı var yəni. Ümumi izah yoxdur burada. Xüsusi qeydlər də var ki, sizin qabağınıza çıxanda sizi çaşdıra biləcək hər bir hala hazırlasın. Məsəl üçün ən bəsitindən deyim. Hansı elektromagnetik induksiyada deyəsən, deyir məsələn lampanı söndürəndə tutaq ki, cərəyan elektrik dövrəsi verilib bizə. Məsələn deyir ki, bunu cərəyana qoşanda, artıq yəni dövrədən cərəyan keçəndə induksiya cərəyanı onu yavaşlatmağa çalışır. Siz dövrəni dövrəni açanda, cərəyan azalanda onu artırmağa çalışır. Məsələn baxın bu tip. Yəni burada həmin o qeydlər falan da əlavə olaraq verilib. Məsəl üçün lap o biri cür deyək. Deyir ki, məsələn mənbənin elektrik hərəkət qüvvəsi verilib və sonradan yaranan induksiya elektrik hərəkət qüvvəsi verilib. Deyir, dövrəni qapadım. Bu zaman ümumi EHQ nə qədər olacaq? Dövrəni əgər qapayıramsa, mən düşünürəm ki, cərəyan neyinir? Cərəyan yaranır. Deməli, neyədir cərəyan? Yaranmaq nə demək? Yox idi, yarandı. Sıfırdan başda artdı. Cərəyan artırsa, deməli, yaranan EHQ buna mane olan EHQ-dir. 10 idi tutaq ki, dövrəninki, 3 də bunun əksinə yarandı. Olacaq 7. Amma deyir, dövrəni neyədik? Açdıq. Neyinir cərəyan? Azalır. Dövrənin öz EHQ-si 10 idi, mənbənin. 3 də belə deyək, induksiya EHQ idi. İndi bu induksiya EHQ neyəcək? Görür ki, bu azalır. Deməli, onu artırmağa çalışır. Deməli, bu neyini buna dəstək olurdu. 10 bunun 3, bunun 13 olacaq bu EHQ. Yəni, bu məntiqini tutaraq öyrənə bilərsiniz. Həm də bunu da qeyd etmişsiniz ki, o yəni bir qeyd kimi idi yəni orada. O qeyd kimi orada verilmişdi həqiqətən. Bir yerini axtarmağa biraz şeydirəm, neysə, incimirəm yəni. Amma qeyd kimi o da verilmişdi və sual da var idi toplumda buna kifayət qədər 3-4 dənə belə sual var idi. Yəni bu demək istəyirəm. Yəni hər belə deyək hissəyə aid, hər bir xırda qeydə aid sual burada var. Ona görə mükəmməl bir kitabı tövsiyə edirəm yəni. Bir dənə var burada. Bir də burada 20 sınav vəsaiti var. Bu kitab haqqında o qədər belə müsbət danışmayacağam. 20 sınav vəsaiti verir ki, deməyin vəsaitidir. Amma niyə mən bunu tövsiyə eləməsin? Çünki buna aid düşmür imtahana. Buna aid düşmür. Mən özümü sığortalamaq üçün bunu işləmişəm. 20 sınav 20-sində işləmişəm. Yəni tam işləmişəm. Səhvlərim çıxırdı. Az hallarda 30-30 yazırdım burada. Bir dənə falan səhv çıxırdı. Yəni məsələn sınav 19-da 28-ci sual. Niyə var da yəni bu sual? Niyə var? Çox mənasız bir ətraflı sualıdır. Sınav 20-də 2-ci sual məsələn. Birinci qrup kitabında bu çevrə sual çox mənasız bir sualdır. Bu sualı araşdırdım. Bu sual problemli sualdır. Məsəl üçün qeyd edə bilərik. Yəni belə deyim, çox dəhşət tövsiyə edəcəyim bir kitab olmaz. Çünki standart deyil də bu kitab. Yəni suallar həqiqətən çətin suallar çoxdur burada. Artıq suallar. Məsələn difraksiya ayrı burada məsələn biraz dərinə gedən sual tipi var hətta. İşığın dalğa optikasına biraz topluda olmayan tipli suallar görə bilərsiniz işləsin. Ona görə tam tövsiyə eləmirəm. Hə, vaxtınız var, onda işləyin. Məsələn mən bunu işləmişdim ki, bütün din vəsaitidir. İndi işləyim, özümü sığortalayım, bilim. Amma heç bir faydası dəymədi. Səmimi danışacağam. Heç bir faydası dəymədi mənim bu kitabın. Vaxt itkisi idimi? Birazca ola bilər. Bir həftə qalmış imtahanı işlədim. Hər gün məsələn 3-3 falan işlədim ki, daha çatsın da yəni. Amma belə dəhşət mütləq işləyin, gedin elə bir şey demirəm. Yəni vaxtınız qalsa işləyin, işləməsəz daha yaxşı. Yəni özünüzü yormayın. Toplular çünki bəs eləyir, toplu səviyyəsinə düşür. Buradan düşən bir sual mən ki görməmişəm. Amma işlədim yəni də nə deyim, nə yalan deyim. Baxın içində yəni hər bölməyə aid sualları işləmişəm. Belə.
Nəysə, vəsaitlər də bu qədər. Nə qədər oldu videomuz? 20 dəqiqəyə çatırıq artıq. Vəsaitlər haqqında bu qədər. Yəni dediyim kimi əsas hansı vəsaitlərdir? 3 vəsait. Birinci stoplu, ikinci stoplu, Hikmət Mehdiyev. Bu üçünü al. Başqa heç nə olmur, ehtiyac yox. Tam bəs eləyəcək. Sınaq kitabı almaq istəyirsə bəlkə ala bilərsiniz. Bizə müəllim Şibliyev sınaq kitabından işlədirdi. Onun sınaqları rahat idi. Çox rahat, çox şifahi, rahat suallar idi. İşləyə bilərsiniz onu məsəl üçün. Amma mütləq işini demirəm. Yəni vaxtınız qalsa işləyirsiniz. Sınaq çox deyil. Sınaq əvvəlki illərdə işləyin əsas əvvəlki illər işləməkdir. Yəni vəsait olaraq mütləq versin kitablardan işləyəsin. Mən əvvəlki illər işləyirdim, yəni əsasən. Üçüncü başlığa keçirik. Digər fənlərə nisbətdə fizika fənninə nə qədər vaxt ayıraq? Deməli, fizika fənni baxır hansı qrupsuz. Mən özüm birinci qrup şagirdiyəm. Əgər birinci qrup şagirdisinizsə, fizika fənni sizə üçün 150 bal verir. Dördüncü qrupsuzsa 100 bal verir. Birinci qrupsuzsa əgər deməli fizika ilə eləməlisiniz, biraz daha üstünə düşməlisiniz. Dördüncüsə nisbətən az vaxt ayıra bilərsiniz. Çünki biologiya ilə kimyası da orada əsas rol verən fənlərdir. Nəysə, ümumi olaraq nə qədər fənn ayıraq? Fizika fənni özünün materialı çox geniş olan bir fəndir. Yəni material genişdir həqiqətən. Ağır deməyim, ağır yerlər var, amma genişdir. Yəni fizika ilə belə yola verərək öyrənə biləcəyiniz bir fən deyil. Mütləq şəkildə fizikaya vaxt ayırmalısınız. Deməli, mən necə eləyirdim? 10-cu sinifdə oxuyanda mən kursda bizə müəllim mövzunu izah edirdi. Mən də üstəgəl əlavə olaraq özüm evdə bir dəfə Elvin Qədirldən izaha baxırdım ki, tam bitişsin izahlar. Onu da eləyəndən sonra 3-cü dəfə açıb Hikmət Mehdiyevdən bir oxuyurdum mən mövzunun qaydalarını. Olurdu 3-cü dəfə mən üçün mövzu öyrənmək elə bil ki. Artıq 4-cü deməyək, artıq 3 dəfə izaha baxdım, başladım testlər işləyirdim ondan sonra. Yəni bir dəfə müəllim izah eləyirdi hazırlıqda, bir dəfə Elvin Qədərli izah eləyirdi mənə YouTube-dan, bir dəfə Hikmət Mehdiyevdən özüm oxuyurdum. Özüm oxumaq da elə bilməyən üstdən keçirdim. Bir 20 dəqiqə falan dərk eləyib oxuyurdum oradan. Yəni mənim mövzunu öyrənməksə 2 saat vaxtım gedirdi. İndi elə mövzular olurdu ki, məsələn geniş mövzular 2 video var məsələn Elvin Qədərlidə, bir yerdə 2 saat eləyir. Məsələn optika bölməsində uzun idi video. Amma yenə də gecə yadıma gəlir ki, mən həmin vaxt yadıma gəlir optikaya baxırdım. Gözüm yumulurdu, amma mən deyirdim ki, bu video bitməlidir. 20 dəqiqəsi qalıb, axıra kimi baxdım o izaha, yatdım. O biri gündə işlədim. Dalğa optikasıdır mən. Həndəsi optika. Həndəsi optikanı o biri gündə işlədim. Yəni tam vaxtımda izaha yarımçıq saxlamadım. Çünki əvvəldən hədəf qoymuşdum ki, özümə bundan sonra statikadan sonraki bütün bölmənin izahına baxacağam Elvin Qədərlidən. Sonra Hikmət Mehdiyevə oxuyub belə başlayacağam və elə də elədim yəni. Nəysə, nə qədər vaxt ayıraq söhbətinə gələndə fizikaya vaxt ayırmaq lazımdır. Yola verə bilməzsiniz fizikanı. Bacardığınız qədər vaxt ayırın. Yəni kənara qoymayın, axıra saxlamayın fizika fənnini. Digər fənlərə nisbətdə nə qədər vaxt ayıraq? Riyazi, əgər birinci qrup şagirdisə, indi mən bu videonun daha çox birinci qruplara xitabən çəkirəm, çünki özüm birinci qrupam. Birinci qrupsa riyaziyyatdan daha az vaxt ayırın, riyaziyyatdan daha az. Azərbaycan dili, ingilis dili, informatikadan daha çox vaxt ayırın. Yəni ikinci yerdə fizikaya vaxt ayırın. Bunu tövsiyə edərdim sizə. Ən çox riyaziyyata vaxt ayırın. 250 bal verir. Buraxılışda da blokda da var. Fizikanı ikinci olaraq ən çox vaxt ayırın fizikaya. Üçüncü informatika, dördüncü Azərbaycan dili, beşinci ingilis dili. Mənə görə belə idi. Mən ingilisdə dəhşət az vaxt ayırırdım həqiqətən. Məndə bazada var idi ingilisində, çünki mən 5-ci sinifdən bu yana, yəni məktəbdə sözləri öyrənirdim. Müəllim də bir-bir soruşurdu sözlərdən, ona görə məndə bazda yaxşı idi, çox yormurdu söz öyrənmək falan da məndə. Nəysə, video ingilis dili videosu deyil. Ümumi olaraq desək, digər fənlərə baxanda Azərbaycan dili, ingilis dili və informatikadan daha çox vaxt ayırın, riyaziyyatdan daha az. Bu aralıqda bir vaxt ayırın, yəni. Bu qədər. Nə qədər oldu? Deməli artıq 23 dəqiqə olub. 23 dəqiqə olub. Nəysə. Və sonuncu başlığımıza keçirik indi. Dördüncü başlıq. Artıq yuxum gəlir. Əlavə tövsiyələr, öz istifadə etdiyim taktikalar. Burada artıq biraz özüm belə danışımda, yəni nə tövsiyə edərdim, nələr, necə. Deməli, bir də dəftərlərimdə göstərim istəyirəm sizə. Bu bir başlıq falan deyil, amma dəftərlər göstərim ki, necə işləmişəm özüm. Məsələn, baxın. Birinci bölməni, məsələn, bir də həvəsləndirmək üçün özümü mən belə yazırım. Birinci bölmə, məsələn, qırmızı qələmlə yazırım 1. Düz xətli bərabər sürətli və dəyişən sürətli hərəkət. Altından yaşıl qələmlə alt bölmələrin adını yazırdım. Mexaniki hərəkətin təsviri düz xətli bərabər sürətli hərəkət. Sonra bir-bir testlər işləyirəm, baxın. Məsələn, ikinci səhifəni açaq. Məsələn, bir dənə samballı bir hissəni açın. Məsəl üçün, ətraflılar burada var. Birinci bölmənin ətraflarını göstərim bəlkə. Orada çünki çox qəşəng yazmışam. Məsəl üçün, baxın belə. Belə.
bu formada. Yəni necə deyim? Məsələn yazılmaz tələb olunan suallar var. Baxın ətraflı şəkildə yazmışam. Və yaxud bu birinci hissə dəftərimdir mənim. Burada baxın ən axırıncı bölməyə qədər. Buranı da göstərim, burada qəşəng. Yəni bunu deyim ki, məsələn mən səliqəyə önəm verən biriyəm. Burada hal-hazırda bir dəqiqə tam olaraq əmin eləyə bilərəm ki, fizika topluda birinci hissə test toplusundakı bütün mövzu, hər hansı bir mövzunu açın. Həmin mövzudan hər hansı bir sualı açın, gətirin burada var. Bu dəqiqə burada var, ardıcıl olaraq var. Elə bir sual yox ki, burada qeyd eləməyim. Çünki mən elə bilirəm ki, məsələn, ta ki çatdırmadım, 20 sual qaldı ən sonda. O biri gün məsələn hazırlığa gedirəm, yoxladıq. Mən onu heç vaxt üstündən keçmərəm də. Yəni o 20 sualda o biri gün bitişdirib yazmalıyam, yoxsa o biri bölməyə heç vaxt başlamaram da. Yəni nə qədər yığılıb qalsın, 300 test yığılıb qalsın. Onları bitirmədən təzə bölməyə keçəmərəm. Bir gün hazırlığa getməliyəm, evdə bitirərəm, sonra gedərəm. Elə bir xasiyyətim var. Yəni öz belə deyək, standartlarım var deyə nə deyək. Məsələn, burada dəftər bitirdi artıq. Birinci hissənin sonuncu bölməsi idi. Nə idi bu bölmənin adı? Birinci bölmənin sonuncu bölməsinin ətrafları. Keçmişəm buradan yazıram, təzə dəftərə keçməyim. İkinci hissənin ayrıcı dəftərinə səliqə ilə başlayacağam. Elə də elədim. Bu da ikinci hissə dəftərim. Elektrik yükündən başlayır. Gəlir axırıncı bölməyə kimi. Burada vərəqlər qopub göstərə bilməyəcəm, bilirsən. Gəlir atom bölməsinin axırına kimi. Aşağı etsəm də göstərəcəm. Bu da atom bölməsinin axırına kimi gedir. Vərəqlər özündən getdi. Nəysə, yəni deməyim odur ki, əlavə olaraq nə tövsiyə edirəm sizə? Səliqə. Yolagverdi işləməmək. Məsəl üçün, baxın bu formada. Yəni, yolagverdi işləməyində bir dəfə mütləq şəkildə dəftərdə, yəni bir dəfə topları mütləq şəkildə işləyin. Baxın, əsas tövsiyəm budur. Ən azı bir dəfə birinci hissədə, ikinci hissədə ən azı bir dəfə tam işləməlisiniz. Yəni təkləri işləyim, cütlər elə bir şey yoxdur. Yəni tam bir dəfə işləməlisiniz. Ətrafda daxil olanlar hamısı nöqtə verdiyinə kimi bir dəfə bitirin topları. İkincini özünüz bilərsiniz. İkinci olsa lap super olar. Mən ikinci dəfə də işləmişəm. 10-da bir dəfə, 11-də bir dəfə. 10-cu ildə mən gəlmişdim, sərbəst elektromagnetik rəqslərində işləmişdim. O bölməyə çatmışdıq. 11-də isə artıq tam bitirikdə proqramı. Məsələn, atomdur. Sonra dalğa optikası falan da o bölmə məsələn bir dəfə işləmişəm, çatmadı. İstəyərdim 2 dəfə işləyim, amma bir dəfə bəs oldu yəni. Nəysə. Yəni demək istədiyim odur ki, çalışın ki, səliqəli olsun. İndi hər şəkildə bunu eləyə bilmərik, deyə bilmərik. Məsələn, mən özüm səliqəli olanda dəftər, həvəsə gəlirəm daha da. Səliqəni işləyirəm ardıcıl olaraq da. Yəni belə qaralama falan ola bilər əlbəttə, hər şəkildə olur, amma o ardıcıllıq pozulmasında tək məsələn 27, 28, 29, 30, 31 sual bitdi, keçdim o biri bölməni yaşılla yazdım səliqəni. Bunu da qeyd edeyim ki, bu biraz sürətli danışdım elə bir. Hər iki dəftərdə, yəni bütün bölmələri məndə var, 28 bölmə, hər birində alt bölməsi yaşıl qələmlə yazılıb hamısı və suallar ardıcıl olaraq qeyd olunub. Yəni belə nizamlı olanda özünüz də nisbətən belə də ürəyiniz də rahat olur ki, yəni hər şeyi işlədiyində bir şey qalmadı. Mən məsələn bu dəqiqə bu topların hər hansı birini açın, hər hansı bir sual içindən götürün və o sualı 99% ehtimalla yazıb həllini istəyib cavabı deyə biləcəm. Çünki üstündən keçdiyim bir sual olmayıb mənim topluda. Hamısını işləmişəm. Anlamada çətinlik suallar olub, bəzi nəzərli suallar olub. Çalışmışam ki, onları da öyrənəndə bir qeyd kimi bir yerə yazım, yadda saxlayım. Bəzi olur əzbərçi tipli suallar. Amma belə deyim də, yəni oradakı 99% sualları mən hamısını anlayaraq yazmışam. Yəni çətin ki, anlamadan ötürdüyüm sual olsun, orada inanmıram. Elə bir sual varsa da o da tam nəzəri sual ola bilər, onu da əzbərləyib yəqin keçmişəm. Məsələn, o alovsuz boşalma, qövs boşalması var deyə bölmə. O bölmə biraz artıq əzbərə gedir. Məsələn, o artıq yadında qalıbmı? Aşağı təzyiqlərdə baş verir, deyəsən alovsuz idi o. O elektrik naqillərində baş verir, nə idisə də nəysə. Yəni məsələn, o artıq biraz əzbərləyib keçə bilərsiniz. Belə. Nəysə, nə qədər oldu videomuz? 28 dəqiqə olub deyəsən. Nəysə, sonra nə tövsiyələr eləyərdim sizə? Deməli, son olaraq belə deyək, siz bir plan qurmalısınız. Artıq mən bu videonu çəkəndə iyulunun neçəsidir? 29-una keçdi artıq, gecədir. Nə tövsiyə eləyərdim? Artıq hazırlıqlar da başlayır avqust ayında. Əgər bu videonu istəyirsə, hazırlıqlarınız başlayacaqsa, bu il 11-ci sinifə keçəcəksə, əvvəlcə 10-cu sinifdəyim. Bu illəri 10-cu sinifə keçirsinizsə bu videonu izləyənlər. 10-cu sinif hazırlıq müddətində çalışın ki, birinci hissə tam bitsin, ikinci hissədən də bir xeyli mövzu gəlin. İkinci hissəni ən azı yarıya kimi gəlin də, yəni ikinci hissəni yarıya kimi azı gəlin, bitin. Yəni heç olmasa maqnit sahəsinin enerjisi bitsin, elə bağlayın yəni. Oraya kimi gəlməyinizi tövsiyə edərdim. Ondan sonra sərbəst elektromatiklərdə bir xeyli gəlmiş olarsınız. Maqnitin enerjisi kimi gəlmiş olursunuz, lap super. Bəziləri var ki, məsələn ikinci hissəni tam bitirir, elə 10-cu sinifdə. Elə olsa lap super.
Yəni çalışın ki, bacardığınız qədər işləyin. 10-cu sinif, məsələn mən özüm qeyd edim ki, mən 10-cu sinifdə həqiqətən 11-ci sinifdəkindən daha çox yorulmuşam. Bunu qeyd edim. 10-cu sinifdə mən həqiqətən dəhşət əziyyət çəkdim. Çünki 10-cu sinifdə mən deməli bir YouTube-da izahlara baxırdım. Elvin Qədirlidən. Çünki mən 10-cu sinifdə ilk dəfə toplu işləyirdim. Mövzunu bilirəm. Bilirəm ki, bilirəm. Amma indi izaha baxırdım. Çünki əvvəldən hədəf qoymuşdum ki, bütün videonun izahına baxacağam. Nəysə. Bu formada izahlara baxaraq şeylədim. Birinci hissəndə, ikinci hissəndə, 10-cu sinifdə yəni yorulurdum, vaxtım qalmırdı məsələn. Ta ki vaxtım çatmayıb, yenə də izaha baxırdım. Yəni hədəf qoymuşam axı. Saxlayırdım o biri günlər məktəbə getmirdim məsəl üçün. O şey eləyirdim ki, alınsın, yəni hədəfimdən kənara çıxmayım. Elə də elədim. Bütün bölmələrin hamısını işlədim. Bütün yox, yəni sərbəst elektron məqsədli avtonomlarla işlədim, bitirdim 10-cu sinifdə. Artıq 11-ci sinifdə mənim üçün rahat oldu. Niyə artıq? Çünki bir də izaha baxmalı deyildim. Çünki 10-cu sinifdə o bazanı qurdum. 11-də mənim üçün təkrar kimi oldu. Sadəcə o sondakı 6 dənə bölmə yeni 6 dənədir deyəsən, hansılar bir sərbəst elektron işləmişdim. Dəyişən cərəyan, sonra dalğa optikası, sonra nə gəldi? Dəyişən cərəyan, həndəsə optika, dalğa optikası, işıq kvantları, atom fiziki. O bölmələri ilk dəfə işləmişəm, yəni bir dəfə işləmişəm ömrümdə. Həmin bölmələr artıq yeni oldu mənim. Onlar artıq təkrar kimi olmadı. Amma onları da çalışdım ki, dəyərindən öyrənərək, başa düşərək işləyim ki, artıq bir dəfədən bəs eləsin. Elə də oldu, bəs elədi həqiqətən. Belə, yəni 10-cu sinifdə tövsiyəm budur ki, 10-cu sinifdə tam bacardığınız qədər çox işləyin. Axıra qədər gəlin proqramı, bacardığınız qədər yerə kimi gəlin. 11-ci sinifdə tövsiyə edirəm. Əgər bu il 11-ci sinifdə keçirirsinizsə, dediyim proqramdan işləyirsiniz. Hikmət Mehdiyevdən qaydanı oxuyursunuz, mütləq şəkildə, tez-tez təkrar edirsiniz. Və birinci hissə, ikinci hissə topları bitirirsiniz. Deməyim məsələn 2 dəfə işləmişəm toplunu, bir dənə də işlə. Topludan zərər gəlməz. Başqa kitablara bəlkə sizə zərər gələ bilər, çünki düşməyən sual tipləri çox ola bilər, amma toplu çox standartdır. Mən fizikadan hər il deyirəm deyəndə ki, yəni əvvəlkilərə baxanda fizika həmişə standart düşür. Fizika qorxulacaq bir fən deyil. Öyrənə bilərsiniz fizikanı. Yəni fizika bu vaxta kimi məsələn əvvəlkilərə baxanda mən qeyri-standart bir sual tipi görməmişəm ki, düşsün son illərdə, məsələn son 10 il sualları içərisində düzdür o qədər işləməmişəm. Son 5 il işləmişəm. 2020, 21, 22, 23, 24, 25 bunları işləmişəm. Mən orada standart olmayan sual tipi görmədim. Hamısı topludan alınıb qoyulub. Hamısı bir-bir, istisnasız. Yəni hamısı toplu tipindədir. Yəni əlavə bir sual tipi yoxdur. Ona görə toplunun işləyən şagird deməsin ki, mən 7 bal yazdım. Toplunun mən normal işləməmişəm. Toplunun normal işləyən şagird gedib 30 yazar fizikanı hətta. Toplunun kənar düşmür yəni. Nəsə əsəbləşdim biraz. Bu qədər. Fizika şagirdlərin əksəriyyətinin qorxulu röyasıdır. Qorxurlar fizikadan. Amma mənim kimyadan qorxduğum kimi şagirdlər də fizikadan qorxurlar. Məsələn mən kimya heç cür dərk edə bilmirəm də bunu qeyd edeyim. Kimyaçılara heyranam yəni kimya 30 yazanlara. Yazan var, amma mən nə bilim, kimya mən heç cürdə, yəni heç cür analiz. Məsələn, fizika belədir ki, məsələn, öyrənir ki, bu lingin bu tərəfi 2 dəfə uzundursa, mən buraya 2 dəfə az yük qoymalıyam da uzun tərəfə. Uzun tərəf çünki qolu uzun alanda yük 2 dəfə az olsa momentlər yenə bərabərləşəcək. Bunu anlayıb öyrənirsən, amma mən kimyada onu tuta bilmirəm də, yəni. Hə, bu buna reaksiyaya girmir, axı niyə girmir də, yəni. Bəlkə də məntiqi var, onu mən tuta bilməmişəm, amma nə bilim, əzbər kimi gəlir mənə, yəni. Məsələn, orada var idi, 8-ci sinif köhnə kitabında 38-ci mövzu idi nə idisə. Hidrat nəzəriyyəsi idi, nə idisə. 58-də məsələn oxumağa başladığımda kimyanı ki, mənim qrupumda var, amma yaxşı ki, o illərdə informatika salındı. Amma heç nə anlamırdım, yəni öyrənirəm elə belə. O deyirlər, məsələn, fizikanı işləyirəm, amma elə bir ki, işləmirəm də, elə bir ki, havada. Məsələn, mən kimyada elə idim, amma kimya seçmədim elə ona görə də. Amma fizika elə deyil, fizika kimya kimi deyil, yəni. Kimyaçılara buradan biraz şey oldu. Amma fizika sizi heç vaxt yarı yolda buraxmaz, belə deyərəm mən. Bu qədər. Fizikada tövsiyə ediyorum, bu qədər oldu. Ümid edirəm ki, sizin üçün faydalı olar video, özüm də yoruldum həqiqətən. Bildiklərimin hamısını deməyə çalışdım sizə. Və bunu da qeyd edeyim ki, bu hazırlıq prosesi heç yəni asan proses deyil, çox yorucu prosesdir. Özüm də qəbul edirəm ki, yəni mənim də fizika hazırlıq prosesim belə ancaq güldükçəli yollardan ibarət olmayıb. Elə mövzu olub ki, məsələn, mən radiografiya mövzusunu öyrənəndə öyrənə bilmirəm mövzunda, məntiqimi tuta bilmirəm, dayanıb duran ilə pis oluram ki, yəni gəlib düşəcək buradan sualına yaza bilməyəcəm, ya ətrafda keçəcək, valını kesəcəklər, yəni belə gec-gec fikirlər gəlir də ağlıma. Çox şükür şeylər olmadı. Məsələn, bəzi mövzular olardı, tutaq ki, o elektroliz bölməsi məsəl üçün biraz kimyaya yaxındır, onu tam olaraq mən məntiqimi tutub öyrənə bilmirdim ki, məsələn, niyə belə olurdu, yəni biraz əzbərçi kimi gəlirdi, mən o iyonlar falan biraz kimyaya gedirdi, qəbul etsək. Məsələn, o mövzunu heç xoşlanmıram, niyə var da, yəni o kimya mövzusuna oxşuyur. Düzdür, bizdən çox fizika hissəsində sallar, amma var dedim ki, 1 bölünsün Y, N vurulsun, N bölünsün M-də, yəni niyə var da o düstur, məsəl üçün kimyada ekvivalent falan.
Amma qalan bölmələr yəni yaxşıdır fizikada. Yəni bunu demək istəyirəm ki, yəni mən 39 yazan biri olaraq bunu deyirəm ki, yəni mənim də yolumda çətinliklər olub. Yəni mən belə rahat dümdüz bir yolda öyrənməmişəm. Fizikanı həmişə çətin mövzular olub. Məsələn, buranı açsam bu dəqiqə Hikmət Mehdi kitabı. Elə suallar olar ki, məsələn, mən onları heç sevmirəm. Elə bölmələr olar ki, məsələn, hansı bölmə ola bilər? Dalğa optikası, bunu əvvəldən qeyd. Dalğa optikası mən nə bilim heç sevmədim də o bölməni, nifrət edirəm o bölməyə. Yəni həqiqət deyirəm, bütün fizika bölmələrində ən sevmədiyim bölmə odur. Sanki bu dəqiqə o dilləri anlamamışam, sanki o bölməni əzbərləyib üstündən keçmiş kimi hiss edirəm yəni. Fotoeffekt falan maraqlı bir bölmədir, o idi problem. Məsələn, atom bölməsini də mən o qədər sevmirəm. Asan bölmə düzdür, bizə asan çıxır, amma dərinə getsək çox dərin bölmədir bu bölmə. Ona görə mən o qədər sevmirəm. Mən tam belə əldə tutulacaq tipli mövzuları sevirəm, belə yəni o tip yox. Məsəl üçün bax bu bölmə, isladan maye, islatmayan maye, kapillər hadisələri. Bunları da o qədər sevmirəm mən. Çünki mənasız gəlir mənə. Doyan buxar ən sevmədiyim bölmələrdən biri. Yəni mən də sevmədiyim bölmələr var, etiraf edək, yəni daxili enerji falan. Bu bölmələri məsələn o qədər sevmirəm. Birinci hissənin sonlarındakı bölmələr, amma birinci hissənin ilk hissələri o qədər deyil. Yəni elə deyil, çox superdir, yəni çox xoşlayıram. Məsələn, statika mənim fizikada ən sevdiyim bölmədir. Bunu deyim yəni. Ən sevdiyim bölmədir. Ən sevdiyim bölmələrdən biri yox, ən sevdiyim bölmədir. O bölməni çox sevirdim məsələn. Belə, yəni bunu deyim ki, yəni qabağınıza çətinliklər də çıxacaq. Bezəcəksiniz bəzən yorulacaqsınız, deyəcəksiniz ki, öyrənmək istəmirəm. Mən də dediyim onlar çox oldu. Öz-özümə deyirəm ki, məsələn orada pis olmuşdum ki, o vaxt məsələn bir mövzu bilmirəm hansı mövzuydu öyrənəndə. Pis olurdum ki, ayda bu mövzunu mən anlaya bilmirəm də heç cür. Məsələn dayanıb duran nisbiliyi nəzərəsi düşüb yadıma. Mən də öz-özümə deyirəm ki, nəsə bir şey deyirdim, yəni birdən gəlib düşər. Bu sükunət kütlənə yaxından gəlib 28 dənə bölmə işləmişəm. 28-ci bölmədə gəlib mən sükunət enerjisi sözünü görmüşəm, orada sükunət kütlə anlayışını görmüşəm. Onu gördüm, açdım burada Einstein nisbi nəzərəsini oxuyuram, heç nə başa düşmürəm, deyirəm belə şeylər var idi ki fizikada. Oradan özüm üçün birdən buna tam buradan düşməz, amma bunu əsaslanan bir sual tipi falan neysə pis olurdum da, yəni çox olurdu elə şeylər. Amma düşmədi yaxşı ki. Çünki fizika özünüz də bilirsiniz ki, fizika hələ də öyrənilən bir fəndir, yəni tam oturmuş bir fən deyil. Riyaziyyat elə deyil. Riyaziyyatda 200 deyir ki 4-dür, bitdi. 5 vur 5 25-dir bitdi. Amma fizikada elə deyil. Fizikada bir şeyi nəzərə almadıqda başqa şey olur, bunu nəzərə aldıqda başqa şey olur. Fizika inkişaf edir daima. Elə bir fəndir ki, onu siz tam olaraq öyrəndim, bitdi. Mən bu dəqiqə fizikanı tam öyrənmiş deyiləm. Mən qəbul proqramını tam öyrənib bitirmişəm. Amma fizika özü dəhşət dərya bir fəndir. Həqiqətən dəhşətdir. Özü də bu kvant hissələr dəhşətdir. Yəni mən onu çox araşdırmışam. Çox da maraqlı gəlir. Hətta araşdırdıqca da heç nə bilmədiyim kimi gəlirdi mənə və pis olurdum. Yaxşı ki, imtahan düşmürdü amma Hikmət Mehdiyə mənə dayaq olurdu ki, açırdım Hikmət Mehdiyə gördüm ki, hə, buradakilərin hamısını bilirəm, bizə də buradan kənar sual düşmür. Qararı getdi, mən hazıram. Belə deyirdim öz-özümə. Siz də yəni güvənə bilərsiniz bu kitaba. Həqiqətən özüm deyirəm, fizikanın 39 yazan biri olaraq bunu deyirəm ki, Hikmət Mehdiyevə tam güvənə bilərsiniz. Oradan kənar sual məncə görməyəcəksiniz. 99.99% ehtimalla Hikmətdən deməyək, Hikmət Mehdiyevdən kənar sual görməyəcəksiniz. Belə çox yorulum artıq. 40 dəqiqəyə yaxın video oldu. Bunu nə vaxtda mən paylaşacağam, nəysə. Ümid edirəm ki, sizin üçün faydalı olmuşdur video. Son olaraq da qeyd edeyim ki, sizə bu yolda uğurlar arzulayıram, bacara bilərsiniz. Fizika fənnini anlayaraq öyrənin daima. Özü çox dərin fəndir. Biraz daha ağırlığı da var hətta bu fənnin, amma anlayaraq öyrəndikdə üstəsindən gəlmək olur həqiqətən. Bir də müəllim seçimi haqqında bir dənə qısaca axırda bu haqda danışmaq istəmirdim, düzdür. Müəllim seçimi də önəmlidir, amma belə deyək də, şagirdin özünün potensialı varsa, özü hədəflərini qoyub qabağa doğru gedəcək bir şagirddirsə, müəllimin güclü, zəif olması orada artıq xüsusi bir təsir yoxdur. Məsələn, mən belə deyim, mən özüm qarşıma hədəfləri qoyub işləyə biləcək bir şagird olduğuma görə, belə deyək, xüsusi olaraq burada tövsiyə burada deyə bilməyəcəm ki, məsələn, mütləq şəkildə güclü müəllim seçin falan, yəni belə də mən özüm uğur kursuna da hazırlaşmışam və orada yəni belə deyirəm, kurs özü müəllim seçirdi, təyin edirdi və həm müəllimlərdə dərs keçirdi də nəysə. Zəif şagird üçün müəllim mütləqdir. Amma qarşından hədəfləri qoyub ardıcıl olaraq həmin hədəfə doğru gedən bir şagird üçün özü daha önəmlidir. Mən burada bunu qeyd edə bilərəm. Yəni tək fizika üçün yox, ümumiyyətlə digər fənlərdə qeyd edəsən deyərəm ki, mən bütün fənlərdən öz proqramlarım var idi. Məsələn, hazırlıq proqramından kənar olub, mənim öz proqramım var idi ki, tam ayrı yox, yəni onun üstündə də müəyyən bir prinsiplərim, qaydalarım var ki, bunları eləməliyəm və o yoldan da getdim, yəni öz yolum var idi mənim. Və həm də anam fizika müəllimi olması məndə biraz üstünlük yaratdı ki,
belə deyək də bazam güclü oldu. Məktəb proqramında işlədim. 7-ci sinifdən idi, 6-cı sinifdən etibarən 4, 6, 7, 8, 9-da baza yarandı. Üstünə qoyanda artıq rahat oldu. Plus Elvin Qədirlidən izahları qəşəng oturuşdu. Hikmət Mehdi ilə ümumiləşdirmə elədim. Toplulla da kitabı bağladım. Getdim 39 yazdım hər iki imtahan olur. 60-da 60 fizika. Nəysə. Fizika müəllimləri kimlər olur? Onların adını çəkimlərə təşəkkür edeyim. Hazır mənə ümumiyyətlə az fizika müəllimi dərs keçib. Məsələn digər fənlərdə çox müəllim görmüşəm. Fizika mənə məktəbdə zaten anam keçib. Kursdakı 2, 10-cu sinifdə Xəyali müəllim keçib, 11-ci sinifdə Gülnar müəllim keçib. Onlara bundan salamlarımı göndərirəm, təşəkkür edirəm. Bu qədər. Yəni çox belə neçə fizika müəllimləri dərs keçib. Yox, mən az xaçmazdan Xəyali müəllim və Gülnar müəllimlə hazırlaşmışam. Evdə də ki, evdə anamla hazırlaşmışam. Və bu yolda deməli özümə təşəkkür edirəm, müəllimlərimə təşəkkür edirəm, hamıya təşəkkür edirəm. Amma ən əsas özümə təşəkkür edirəm. Çünki belə çətin bir yoldan sağ çıxdım, yəni yüksək nəticə ilə. Bəsdir məncə artıq. Hamınıza uğurlar arzulayıram. Məndən tövsiyələri bu qədər qanunsizlikdir. Bunu da deyim ki, qarşınıza hədəf qoyun həmişə. Məsuliyyətsiz olsun, məsuliyyətli olun, qanun özü gələcək. Bunu da deyim ki, toplular işləyin, Hikmət Mehdiyyədən qaydaları oxuyun, qalanı özü gələcək, tam kifayət eləyir qəbul proqramı üçün. Son sözüm də bu oldu. Bu oldu birinci videomuz. İndi bundan sonra inşallah riyaziyyat haqqında çəkməyi düşünürəm. Riyaziyyat buraxılış, ya riyaziyyat vlog bu formada. Bu mənim fizika videom oldu. 682 rubrikasının ilk videosunun sonuna çatdıq. Hamıya uğurlar arzulayıram.